Bu internetdə bas-bas bağırırlar ki, 300-350 manata kvadrata afremlər tikirlər. Amma bu mümkünsüz bir şeydir. Yəni biz bunun belə deyək də Qəbələdə əyani şəkildə şahidi olmuşuq. Nə qədər adamlar var ki, günün bu gün Qəbələnin özündə müştəri ilə afrem tikən şirkət arasında mübahisə yaranıb, işləri məhkəmədədir. Bu gün də o iş davam edir. Minimum götürsək 400 manatdan kvadratı əgər afremi təhvil verirlərsə, 70 kvadratdan bir 3 otaqlı ev çıxır da, 7 dəməm 4-ün 28. 28 min manata bu gün kim afremi təhvil verə bilir müştəriyə rahat şəkildə ki, hə, getdik filan rayonda tikdik, girsin içində yaşasın. Bu gün normal bir afremin torpaqsız baseynlə bir yerdə ərsəyə gəlməsi 100 min manatdan aşağı deyil. Yəni əgər afrem tikənlər varsa, kommentlərdə də yazsınlar. Yəni əgər aşağı tikiblərsə, yəni nə xoş onlara. Amma mümkün deyil. Çünki biz bunun şahidi olduq, özümüz də orada iş görə. Yəni ona görə də belə deyək də nə qədər ucuz alırlarsa alsınlar tikinti materiallarını. Yəni maksimum laqalara atıb dam örtüyünü vura bilərlər. O da yağış yağanda elə biləsən ki, yatanda başına yağır yağış. Yəni var deyil afremlər var ki, müştəri içində yatır. Çünki izolyasiya məsələsi var, orada daş yunun qalınlığı söhbəti var, çox məsələlər var da. Yəni taxtanı nə qədər ucuz ala bilərlər ki, maksimum getsinlər Abşeron ticarət mərkəzindən götürsünlər vaqonların üstündən. Yəni yenə də hara belə deyək də məsələni fırlasan, yəni bunun 100 mindən aşağı yeri yoxdur ki, bir 3 otaqlı afrem tikib təhvili verələr. Onun üçün də yəni köklü şirkətlərlə iş görsünlər, samballı şirkətlərlə müqavilə bağlayıb iş gördürsünlər. Yoxsa elə hər internetdə elan verən ki, hə mən 300-350 manata kvadratını tam təhvil verirəm. Yalandır, inanmayın. Əlbəttə ki, yalandır. Yəni o şirkətlərlə məncə belə deyək, əməkdaşlıq eləməyin heç bir halda yəni yeri yoxdur.